insan mənəviyyatını necə saflaşdıra bilər, necə onu təmizləyə bilər, pis xislətlərdən, pis xüsusiyyətlərdən, gözəl sifətlərlə onu necə bəziyə bilər. Bir belə proqramdır. Və əsasən dini o səhv başa düşənlər bu cür başa düşürlər ki, dinin işi ancaq insanın mənəviyyatınandır. Ged namazını qıl, mənəviyyatına xidmət elə, mənəvi ehtiyaclarını ödə, Allahınla öz aranda bir fərdi rabitə qur, dua elə, bax bu cür. Amma dinin ayə və hədislərinə baxanda görürük, yox. Din adi danışığa da, geymə də, nə bilim, rəftara da, yol getməyə də müəyyən qaydalar tətbiq eləyib. Və Quran-ı Kərimin bəzi ayələrində bu bir neçə məsələn ayədə danışılsa da, Hucurat surəsində demək olar ki, başdan ayağa elə ədəb normalarından danışıb. Necə danışmalısan, kimin yanında özünü nə cür aparmalısan. Adam fikirləşir ki, bunlara nə ehtiyac? Bəzən ehtiyac olur. Ona görə ki, insanın başı qarışır mənəvi həyata, namaza, oruca, görürsən, zahiri təbii həyat yaddan çıxır. Din ümumiyyətlə barışmır və razılaşmır bundan ki, sən gəl mənəvi ehtiyaclarını ödə, namaz qıl, oruç tut, sonra get həyatını necə istəyirsən yaşa. Bax, biz gəlmişik, cümə günüdür, oturmuşuq burada, namazımızı qılmışıq, duamızı eləmişik, söhbətə qulaq asırıq. Buradan çıxandan sonra biz gəldik, mənəvi ehtiyaclarımızı burada neynədik? Təmin elədik. Yaxşı, buradan çıxandan sonra biz zahiri təbii həyatımızı yaşayacağıq axı. İşdə, evdə, ailədə. Din ora üçün proqram tərtib eləməyib, dinin ancaq proqramı məscidin içinə aiddir. Evə aid proqramı yoxdur dinin. Ancaq namaza, oruca aiddir. Başqa rəftarlara dinin deyir, nə cür istəyirsən o cür yaşa, nə cür istəyirsən o cür giyin, danış, yox. Ona görə də bir çox insanlar Allaha iman gətirmişdilər Peyğəmbər zamanında. Amma Allah gördü ki, bu iman gətirənlərin zahiri ədəb qaydaları yerində deyil. Bunlar adi Peyğəmbərlə danışıq tərzini bilmirlər. Məcbur olur ayələr göndərir ki, necə ayə göndərib ki, ey iman gətirənlər oruç tutun, namaz qılın, ey iman gətirənlər belə eləyin. Burada da Allah ayə göndərir, sanki bu cür tərzdən Allahın xoşu gəlmir. Allaha acıq gəlir ki, sən Peyğəmbərə iman gətirmisən, amma sənin Peyğəmbərlə adi davranışın yerində deyil. Normal davranış deyil. Elə bilirsən ki, iman gətirdin, yük sənin çiynindən götürüldü. Yox, imanın tələbi var. Və elə də bilirsən ki, imanın tələbi ancaq namaz qılmaq, oruç tutmaq, məscidə getməkdir. Yox, imanın tələbi həm də ədəb qaydasına riayət eləməkdir. O əvvəlki ayələri mən oxumuşdum, onlara keçmirəm. Axırıncı ayələrdə gəldi, o 3-cü ayədə buyurdu ki, ey iman gətirənlər, səsinizi Peyğəmbərin səsindən qaldırmayın yuxarı. Və gəlir 4-cü, 5-ci ayədə Allah buyurur, İnnəl-ləzīnə yunadunəkə min vərail hucurat. Hucurat surənin adıdır, bu ayədə də işlənib, 4-cü ayədə. Hucurat, hücrə sözünün cəmidir, otaq deməkdir. Hucurat cəm gəlib burada. Peyğəmbərin bir dənə mənzili yox idi. Neçə dənə otağı var idi Peyğəmbərin. Buyururlar ki, o otaqlarında qapısı çox vaxt elə məscidə açılırdı. Məscidlə bitişik idi. Gəlirdi, məsələn, məsciddə otururdu, namazın qılırdı, ibadət, söhbət burada möminlərdən gedir. Kafirlərdən, müşriklərdən yox. Otururdu, namazın qılırdı, duasını eləyirdi. İndi Peyğəmbərə bir işi düşüb, ya bir sözü var Peyğəmbərə, nə inirdi? Başlayırdı uca səslə qışqıra-qışqıra, divarın o izahı Peyğəmbərin otağıdır. İndi pərdə var, qapı var, nə var, axır ki, səs gedirdi ora. Qışqıra-qışqıra başlayırdı Peyğəmbəri, da ya Rəsulallah deyib çağırmırdı, adı ilə çağırırdı. Çağırıb deyirdi ki, uxruc ileyna, çıx sənin sözümüz var. Bir dəfə belə, 2 dəfə belə, 3 dəfə belə. Ki, bu namaz qılır, oruç tutur, bir yağdan burada Allahu Əkbər, filan, indi bunun sən tərzinə bax. Bir dənə münasibəti yerində deyil bunun. Peyğəmbərlə olan münasibət. Deməli, Peyğəmbərə iman kifayət eləmir. Peyğəmbərin qarşısında ədəb normalarına riayət etmək də lazımdır və şərtdir. Əgər riayət olunmasa,
Bundan əvvəlki ayələrdə nə buyuruldu? Buyurdu ki, sənin əməllərin həbt olacaq. Həbt, yəni heç olacaq. Sən bu qədər namaz qılmısan, oturmusan elə bir burada, bir 100 rəkət namaz qılmısan, ondan sonra söykənmisən, Peyğəmbərə bir dənə sözün var idi, başladın Peyğəmbəri o cürünə qışqıra çağırmağa ki, çıx sənə sözün var, o 100 rəkətin hamısı getdi. Görürsünüz, bir dənə sadə rəftar normal olmayanda, sənin 100 rəkətlik, neçə saat ki, əziyyət çəkmişdin orada, tərqan tökmüşdün, dualar eləmişdin, bəlkə də qəbul olmağa bir damcı qalmışdı, vurdun hamısını zayi elədin. Bir dənə sadə rəftar. O rəftar ədəb normasından kənardır deyə sənin mənəvi aləmdə yığdığın o boyda yükü heç elədi. İndi görün bu ayədə maraqlı bir söz buyurur. Buyurur o adamlar ki, otağın arxasından Peyğəmbəri o cür ədəbsizcəsinə çağırırlar. Görün nə deyir? Əktəruhum la ya'qilun. La ya'qilun, yəni nə? Deyəsən, ya'qilun deyən kimi başa düşürsünüz ki, la ya'qilun, yəni deyir, ağılları yoxdur. Əksəruhum la ya'qilun. Bu cür ədəbsiz davranan insanların, buyurur, bunlar la ya'qilun. Ağıllı deyirlər bunlar. Nə hiss edirsiniz ayədə? Elə bir ədəblə ağlın arasında bir rabitə var. Ədəbsizlik ağılsızlığın nə idi? Nişanəsidir. Alimlərdən biri tədqiqat aparıb ki, bu la ya'qilun kimlər barəsində çox işlənib. Deyir, adətən Quran-ı Kərimdə la ya'qilun, yəni onların ağlı yoxdur, deyir, əsasən işlənib kafirlər barəsində. Əsasən işlənib müşriklər barəsində, əsasən işlənib cahillər və nadanlar barəsində. Çox yerdə o cür işlənib, deyir, bir yerdə ədəbsiz möminlər barədə işlənib. Görün, sözün ağırlığına baxın, ha. La ya'qilun kəlməsin ki, Allah o kafirlər, müşriklər, dindən çıxanlar barədə işlədir, gətirir həmin sözü o mömin ki, namaz qılandı, ibadət eləyəndi, bir dənə ədəb normasına riayət eləmədi, buyurur la ya'qilun. Bu da qatdı elə bir onların cərgəsinə. Allah, nə ağır söhbət oldu. Mən elə bilirdim ki, bu balaca bir mövzudur. Elə-belə bir mövzudur. Elə bilirdim ki, din ancaq ibadətə, irfana, mənəviyyata, imana çox yer verir. O sən demə, balaca bir dənə ədəb qaydası, kafir üçün deyilən söz bunun üçün də deyildi. Deməli, söhbət çox ciddiymiş Allah dərgahında. İndi sən deyərsən ki, əşi, bu Peyğəmbərə qarşıdır da bu cür. Fərqi yoxdur.